Salam, hər vaxtınız xeyir. OTK və Müstəqil Qiymətləndirmə Mərkəzinin 12 oktyabr, yəni bu gün keçirilmiş buraxılış sınaq imtahanı, 9-cu siniflər üçün keçirilmiş buraxılış sınaq imtahanından Azərbaycan dili suallarının izahını verməyə çalışacağım. Test 1. Nə istəyir? Biz də baxalım. Ancaq əşya adı bildirən sözlərdən ibarət cümlədir. Deməli, nə istəyir? İsim istəyir də bizdən. Səbir isimdir, ağıl isimdir, xəzinə isimdir. Doğru cavab nədir? A variantı. Tükənməz isim deyil, böyük isim deyil, susmaq isim deyil, dəhşətli isim deyil. Doğru cavab deməli nədir? A-dır. Nöqtənin yerinə hansı söz əlavə olunsa nümunə məcazi mənalı olar? Ürək döyünür, sağlamdır, müayinə olunur. Sol tərəfdədir, getdi. Ürək getmək frazeoloji birləşmədir, məcazi mənalı birləşmədir. Sonra nəyə baxırıq? 3. Yerinə görə hansı sözlərin mənsubiyyət və ya hal şəkilçili isim hesab etmək olar? Deməli, baxaq. Vətən sözünü ayırırıq. Vətən, in. Sonra vətən, i. Düzdürmü? Bir dəqiqə. Deməli, vətən, in. Bir də ki, vətən, i. Yerinə görə, baxırıq vətən sözündə nədir? Sənin vətənin, öz vətənin mənsubiyyət, vətənin oğulları, yiyəli. Vətəni sevirəm, nəyi sevirəm? Vətəni, sənin vətəni, vətəni sevirəm, deməli təsirli. Onun vətəni, öz vətəni, mənsubiyyət. 1, 2. Oxumağın feildir. Çaydan sözünə baxırıq. Çay, düzdürmü? Çaydan, düzdür. İndi burada, daha doğrusu bunu belə ayırayım. Deməli, sözün kökü çay, çaydan, çaydanı. Çaydanı ver, nəyi ver? Onun çaydanı, düzdürmü? Onun çaydanı. Onun çaydanı olanda artıq ı olur nə? Təsirli. Bu vəziyyətdə isə həm təsirli, həm də onun çaydanı ı oldu mənsubiyyət. Çaydanı ver. Buradan oldu. Dedik ki, təsirli. Çaydanı ver, təsirli. Onun çaydanı mənsubiyyət. 1, düzdürmü? 2. Sonra nə oldu bir də? 1, 2, 4. C variantı. Amonim kimi işlənmir. Aş işlənir. Görüş işlənir. Süzmə sözü feil olanda vurğu əvvəldə, isim olanda sonda. Vurğuya görə fərqlənir. Birində başlanğıc forma süzmədir. Birində isə süzdür. Gəlir sözü də feil olanda gəldən gəlirdi. İsim olanda isə gəlməkdən gəlirdi. Leksikdir burada. Başlanğıc forma birində gəlirdi, birində gəldi. Amonim deyil, kökləri eyni, başlanğıc formaları, daha doğrusu başlanğıc formaları fərqli olan sözlərdir bunlar, kökləri yox. Ona görə doğru cavab nə qalırdı? 2, 3, bunlar amonim deyil. Sonra deməli, digər sözdə testə baxaq. Digər testdə nə istəyir bizdən? Hal şəkilçisi qəbul etmiş hansı sözlər isim deyil? İsim deyil, vətən sözü deməli isimdir, hal şəkilçisi qəbul edib. Vətən, vətənə. Qoca sözün kökü, qocalar, qocalardan. İsim deyil, biri budur, sifətdir. İgid sözün köküdür, də yerlidir, igid nədir? Deməli, igid sözü sifətdir. Günəş sözü, günəş, günəşdə bu da isimdir. Birləri, dördləri çıxırıq, 2, 3, doğru cavab C variantı. Qalın saitlərin sayı ilə kar samitlərin sayı bərabər olan sözü istəyir. Qalın saitlərin sayı ilə kar samitlərin sayı bərabər. Saatlar sözündə bilirik ki, deməli nə olur? A-nın biri düşür, qalır 2 sağ qalın sait, 2 dənə də s-la t. Deməli, biri 1-dir. Armudluq sözündə olur armud, d, u, bir dənə x. T, x kardır, amma 3 dənə qalın var, deyil. Sonra palıdlıq sözündə palıd, deməli bir dənə x. P, t, x kardır, a-lar, ı-lar qalındır. Sayı hər ikisində 3 dənə qalın sait var, 3 dənə kar samit var. Sapsarı sözündə s, p, s. Üçü də kardır, a-lardır, bir də ki, ı-dır, qalındır. Elə olanda doğru cavab nə qalır? 1, 3, 4. 1, 3, 4. Sonraki sözündə sonra sözü deməli 3 dənə nə var? 1, 2, 3 qalın var, 2 kar var. Alınmır. Hecalara ayrıla bilən ancaq sətirdən sətirə keçirilə bilməyən. Tip sözü tək hecalı sözlər hecalara ayrılmır, vəzin ayrılmır, sonra zid sözü ayrılmır. Düzdürmü? Ancaq sətirdən, asan sözü asan, adi, bəli sözü bəli, bəli sözün hecalara ayrı
Bəli, ayıra bilirik, həm də sətirdən sətrə keçirə bilirik. Asanla adində ayırırıq. A-ları hecanın asan sözündə birinci A-nı, adi sözündə birinci A deməli A-nı hecanı, yəni daha doğrusu sətrin sonunda saxlamaq olmaz. Doğru cavab E qalır. Elan olur, əhəng. Deməli bunları nə elədik? Hecalara ayırdıq. Amma E-ni, sonra O-nu, bir də Ə-ni. Bunları tək hecə olaraq sətrin sonunda saxlamaq olmaz. Cümlənin birində altından xətt çəkilmiş sözlə bağlı uyğunluğu müəyyən edin. Bir-biri ilə antonim sözlərdir, bir-biri ilə sinonim sözlərdir. Güc müdafiə zamanı deyil, hücum zamanı bilinir. Deməli altından xətt çəkilmiş müdafiə hücum olmalıdır. Burada biraz yaxşı düşməyib. Müdafiə ilə hücum. Deməli müdafiə hücum. Bu olar. Müdafiə ilə hücum bir-biri nə idi? Əksidir. Birə deməli nə gedəcək? A variantı. Sonra vaxtın əksəriyyəti təhsilin azı ilə əksəriyyət isimdir, az zərfdir. B olmaz. B-dən avtomatik B-lər neyinirik? Çıxırıq. Cavab elə özü qalır. Hər ehtimala baxaq. Sonra geridən gələnlər irəlidəkilərə çatdılar. Burada geridə ilə irəli sözüdür. Geri zərfdir, irəli isə sifət. C də olmaz. Vətəni qorumaq, müdafiə etmək, qorumaqla müdafiə etmək bir-biri ilə münasibətdə nədir? Sinonimdir. Sonra həqiqət bir daş qədər sərt, bir qədər də yumuşaqdır. Bir daş qədər sərtdir, bir qönçə qədər də yumuşaqdır. Sərt, yumuşaq da nədir? Bir-birinə antonim. Deməli A, E 1-ə, 2-yə də D. Doğru cavab D variantı. Hansı bəddəki sözlərin sonuncu hecası ancaq saitdən ibarətdir? Daşlı, bi alınmır. Deməli burada nə olar? İbtidai. Bax, ibtidai. Əmtə sözündə əm, düzdür, tə, bir də nə? Ə. Əmtə, bir də nə? Ə. Elə doğru cavab nə idi? B variantı. İctimai, mənbə, burada samit oldu, ictimaidə oldu. Daimi, burada mı var. Qalala var. Bədii, burada var, amma səthi sözündə H var. Doğru cavab B variantı. Hansı sözün mənasının izahı səhv verilib? Redaktə etmək, hər hansı bir mətni yoxlamaq daha doğrusu doğrudur. Fövqəladə sıradan deyil. Fövqəladə ani baş verən, gözlənilmədən, sıradan bir deyil. Bu yanlışdır. B variantı. Passivizm hər hansı müharibəni inkar edən siyasi cəryan doğrudur. Ümman böyük dəniz, dərya, okean doğrudur. Vüsət genişliyidir. Fövqəladə adi deyil də, yəni gözlənilməz olan bir hadisədir. Deməli doğru cavab burada nə idi? B variantı. Sonra bunu təmizləyək. Keçəyin digərinə. Mətnlə bağlı suallar var. Mətni yavaş-yavaş göstərim. Mətnə baxaq. Mətn Vəfalı Tərlan adlı bir mətindir. Bilməliyik ki, Tərlan burada quşun adıdır. Ekranda da görsənir. Oxuyub yazmaq olar. Mətn əsasən doğru fikir hesab etmək olar. Əsgərlər həmişə racə ilə bir yerdə olurdular. Racə bildiyimiz hökmdar idi. Xeyr, bir yerdə biz deyə bilməzdik də, həmişə bir yerdə idilər. Həmişə bir yerdə deyildilər. Sonra mətni oxuyanda bunu görürük. Tuluq suyu zəhərli idi. Tuluğun suyu zəhərli deyildi. O qayadan gələn su zəhərli idi. Həm ev, həm də çöl heyvanlarından bəhs olunur. Deməli, həm ev, həm də çöl heyvanlarından, quşdan və ilandan deyə bilərik. Doğru cavab C variantı. Hadisələr bahar fəslində baş verir. Belə bir şey yoxdur. Racə, dağ keçsin ovlayır. Biz bunu mətndə görmədik. Cədvəldəki yanlış fikirləri müəyyən edin. Mətndə təbliğ olunur. Mətndə tənqid olunur. Təbliğ olunur, yəni nələr bizə çatdırılır, ona baxmalıyıq. Təbliğ olunur da isə deməli təbliğ olunur, yəni hansı fikirlər yayılır, göstərilir, o var. Tənqid olunur isə nələr belə deyim, hansı çatışmazlıqlar insanların diqqətinə çatdırılır. Baxırıq buna. Demək təbliğ olunur fədakarlıq, quşun fədakarlığı. Təbliğ olunur
təbiətin gözəlliyi yox. Sadəcə orada təbiətdən ümumi danışır. Suyun faydası təbliğ olunmur. 2-3. Tənqid olunur həddən artıq səbirli olmaq. Tənqid olunmur. Həddən artıq səbirli olmaq, bir də tələskənlik. Deməli tələskənlik bizdən nə istəyir ki? Yanlışı istəyir. Deməli tələskənlik tənqid olunur, düzdür, amma həddən artıq səbirli olmaq belə bir şey tənqid edilmir. Sadəcə səbirli olmaq təbliğ olunur. 2-3-4 C variantı. Altından xətt çəkilmiş ifadənin mənası şərtinə uyğundur. Deməli altından xətt çəkilmiş, bir dəqiqə görək nə idi altından xətt çəkilmiş ifadə. Baxaq, onu tapaq. Buradan altından xətt çəkilmiş ifadə burada olmalı idi. Deməli. Harada qaldı bu? Tuluq söhbəti olmalı idi burada. Bir dəqiqə. Deməli mətndə nə altından xətt çəkilmiş sözü görə bilmirəm. Racə gəldi. Bu daha. Deməli bu hissə var ha. Tuluq, keçi tuluğu. Keçi tuluğu belə bir şeydir. İndi bir dəqiqə bunu tuluq söhbətinə baxaq. Altından xətt çəkilmiş ifadə tuluq söhbəti idi. Sözü idi daha doğrusu. Keçi buynuzundan hazırlanmış su qabı deyildi tuluq. Yanlış fikir idi. Düzdür, belə bir şey yox idi. Keçiləri yemləmək üçün qab deyil, maye saxlamaq üçün keçi dərsindən qab. Tuluq bu idi. Sonra racə təbiət qoynunda vaxt keçirir. Tamamlaya bilən deyirsə, tamamlaya bilən doğrunu tapmalıyıq. Digər obrazlardan üstün səlahiyyətlərə malikdir, doğrudur. Xaraktercə sakit təbiətlidir. Bunu deyə bilmərik, çünki o sakit təbiətli olduğun pozur da, o Tərlanı məsələsində görür ki, təbiətin sakit təbiətli olduğu belə deyək də görsənmir. Fiziki cəhətdən yorğunluğunu hiss etmir, yox. Belə bir şey yox idi. Hər hansı varlığın canına qıymaqdan çəkinmir. Bu niyə silinmir? Qıymaqdan çəkinmir, bəli. Deməli nə qalır burada? Səlahiyyətləri var idi. Əlində ətrafında nökərlər, əsgərlər falan var idi. Bir də hər hansı o quşun ölüm səbəbi onunla bağlı idi. Deməli nə idi? 1 ilə 4 E variantı. Təhlükənin qarşısını fədakarlıqla alır. Nə? Tərlan. Qayadan gələn o su məsələsi, ölmüş ilanın zəhərə su buraxması məsələsi var idi. Hadisələrin düzgün ardıcılığı. Racənin içməli suya ehtiyac duyur. Racə. Bu var idi. Sonra Tərlan təhlükəli soğuşdurmaq üçün çalışır. Bu da var idi. Su içmədən racənin susuzluğu keçmişdi. Bir də ki, racənin əsəbləşməsi. Bax, burada tapmağın rahat yolu var. Bu ən sondadır da. Su içmədən racənin deməli nə deyir ki, rahatlığı, bir dəqiqə bax, bu hissədə. Deməli, nökər qayanın başına ancaq orada nə görsə yaxşıdır. Qayanın qırağında bir ölü ilan var. Tüpürcəyi balığın suyuna qarışıb aşağı damcılayırdı. Deməli, bulağın suyunu, üzürlü sayın. Nökər aşağı düşüb əhvalatı racəyə danışdı. Ancaq keçid olunan cama su töküb ağasına verdi. Ancaq racənin susuzluğu keçmişdi. Susuzluğu keçməyi deməli bu ən sondadır. Ən sonda da neyinirik? Bir dənə baxın. Baxırıq, sonda 3 hardadır? Sondadır. Racə içməli suya ehtiyac duyur, doğrudur. Sonra Tərlan təhlükəni soğuşdurmaq üçün çalışır, bu da doğrudur. Su içmədən racənin susuzluğu keçmişdi, sonda idi. Racə əsəbləşir. 1, 2, 4, 3 doğru cavab E variantı. Sonra digər mətnlərə, digər suallara baxaq. Nə istəyir? Mətnin əsas hissəsinə aid deyil. Tərlan haqqında ilkin məlumat verilməsi bu hansı hissədə idi? Giriş hissədə idi. Çünki bax, burada deyirdi. Deyir, keçmiş zamanda racənin hökmdarın sevimli tərlanı var. Deməli, biri 1-dir, girişdir bu. Sonra biri nə oldu dedik? 1. Giriş. Tərlanın dəfələrlə suyu dağıtması əsasdır. Nökərin özünün hadisə yerinə çatdırması əsasdır. Ölü ilan haqqında racəyə məlumat verməsi, deməli,
Ancaq Raciyanın üstünə keçmişdi. O indi ağlar, ölü Tərlana baxaraq öz tələskənini lənətləyirdi. Deməli, nə qalırdı? 1, 2 deyildi, 3 də deyildi, 1, 4 variantı. Sonra deməli, digərinə baxaq. Digərində nə istəyir bizdən? 17'ye də baxdıq, 18. O zaman Racəni kim müşayiət edirdi? Racəni Tərlanlar, deməli Tərlan və əsgərlər idi də. Deməli Tərlan nökər deyildi. Tərlan və əsgərlər müşayiət edirdi. Bax burada Raca dağ keçsin qoynunda bəlkə susamışdı. O dağların üstündən qoşundakı əsgərlər nə qədər çalışsa da əsgərlər idi. Bir də ki dediyimiz kimi Tərlan idi. Deməli doğru cavabı nə qalırdı? Tərlan və əsgərlər variantı. Doğru cavab idi. Uyğun olmayan plan bəndini müəyyən edin. Yerinə uyğun plan bəndi. Təbiət qoyunu var idi. Racənin təklif olunan sudan istifadə etməməsi var idi. Ən sonda əsgərlərin Racəni məlumatlandırması, əsgərlərin yox. Burada nə yazmalıydıq? Nökərin. Nökərin. Və onun yerinə uyğun plan bəndi yazın. Nökərin Racəni məlumatlandırması yazsaq doğru olar. Bu da belə getdi. Sonra növbəti sualımız hansı idi? 20-ci sual. Qəzəbinə hakim olmasa heç nədir? Dəm başına iş açıb peşman olarsan, qəzəbinə hakim olmasan. Bunu kimlə əlaqələndirmək olar? Raca ilə, yəni hökmdarla. O qəzəbinə nə olmadı? Hakim olmadı. Belə deyək də. Sonradan onun xeyirxahlığı üçün iş görən quşun ölümünə səbəb oldu və bu da nə oldu? Deməli padşahda, yəni hökmdarda, racədə peşmanlıq hissinin yaranmasına səbəb oldu. Konkret olaraq cümlə olaraq yazsaq, kimlə əlaqələndirmək olardı bunu? Racə ilə, yəni hökmdarla. Sonra digər mətnə keçək. Digər mətin yad planetlər mətnidir. Mətni deməli oxuyağın. Keçən suallarına. Mətndə deməli nə deyir? Deyir ki, genişləndirmək üçün nöqtə yerinə hansı cümlə yazıla bilər? Mətndə nöqtələr nə idi? Bax, buraydı. Məsələn, təyyarə, hava şarı, peyk. Alimlər isə bu sirli işıqların başqa planetdən gələn kosmik gəmi olduğuna inanmaq üçün daha əsaslı sübutlar tələb edirlər. İndi oraya nəyə əlavə etmək olar? Belə kosmik gəmilər mövcud ola bilməz. Xeyr, belə bir şey yox idi. Sonra amma alimlər sübuta çox dəyər verirlər. Yəni bunu da yazmaq olmaz. Çünki nə idi? Elmdə sübutsuz inandırma mümkün olmur. Yəni ən uğurlu variant, ən düzgün variant C variantı. Bu cümləni nə eləmək olar? Yazmaq olar həmin o nöqtələrin yerinə. Sonra digər suallara baxaq. Digər suallarda nə istəyir? 22. Eyler-Venn diaqramında doğru fikirləri müəyyən edin. Teleskop başqa qaletkanın görməyə imkan yaradır. Bax, burada verib deməli teleskopla həmin hissə bax bu hissədə teleskopla görə bilmədiyimiz 100 milyard başqa qalatkada var. Deməli bu nədir? Doğrudur. Bir doğrudur. Sonra yad planetlərin yaradıcılığına aiddir. Xeyr. Planetlərdən sayını dəqiq müəyyənləşdirilir. Xeyr. Hətta müəyyənləşdirmək olmur. Sonra nə verib? Nəhəng anten uzaq planetlərdən gələn siqnalları tuta bilir. Nəhəng anten buradadır. Deməli o hissəni tapaq. Ancaq əksər alimlər deməli nəhəng anten burada olmalı idi. Yer üzündə bu yox. Bəs onları alimlər bundan da nə üçün təyyarə və s. olduğunu inanırlar. Yatmadılar. Antenlər var. Nəhəng antenlərin köməyi ilə naməlum uzaq planetlərdən gələn radio siqnalları tutmaqdan ibarətdir. Deməli o da nə idi? Doğru idi. Elə olanda doğru cavab bu hissədə deməli nə olurdu? 1 ilə 4 variantı. Əvvəllər Roma rəqəmi yazılmış hansı cümlədəki fikri ehtimal hesab etmək olar? Əvvəllər Roma rəqəmi yazılmış. Baxın burada deməli bir
Roma rəqəmi yazılmış sözlərimiz bunlardır. 1, 2, 3, 4, 5. Burada belə bir şey var idi. Məncə, düzdürmü? Məncə, təxminən 2000 ərzində siqnal tutmağımız mümkün olacaq. Məncə ehtimaldır. Düzdür. Bir də ki, yəqin də nədir? Yəni, bu da bir ehtimaldır. Elə olanda 4 ilə 5, görək hansı cavabdadır? 4 ilə 5, 4, 5, A variantı. 4, 5, A variantı. Sonra digərlərinə baxaq. Mətnə aid əsas fikir nədir? Elmin gücü hər şeyə qadirdir. Belə bir şey mətndə yoxdur. Yəni, o fikir təbliğ olunmur. Sonra nə var ki, yer kürəsində yad planetlər məskənidir. Yer kürəsi yad planetləri xeyr. Yad planetlə bağlı müxtəlif fikirlər uydurmadır. Tam deyə bilmərik. Yad planetlərin olmasına münasibət birmənalı deyil. Yəni, fərqli fikirlər var da. Fərqli fikirlərin olması da birmənalı olduğunu göstərmir. Sonra digərlərinə baxırıq. 20, deməli neçə idi bu? 24, 25. Çərçivə daxilindəki söz. Çərçivə daxilində verilən söz burada olmalı idi. Ağlabatan sözüdür. Ağlabatanın deməli mənalarına baxaq. Ağıl qəbul edə bilən mənasındadır. Doğrudur bu fikir. Bir nədir? Deməli doğrudur. Sonra bir dəqiqə. Bir doğrudur. İnandırıcı sözü ilə, yəni ağlabatan fikirdir, inandırıcı fikirdir, doğrudur. 1-2 ilə E variantı. Yerinə görə qəbul edilməz mənasında xeyr. Düzgün işlədilməmişdir, xeyr. Dəqiq sözünün qarşılığı kimi düşünülə bilər, xeyr. 1-2 doğru cavab E variantı. Sonra keçirik 26-ya. Mətnə görə uçan boşqabların mövcud olması qəbul edilmir. Deməli, kainatın uçuş aparatının çox olmasına görə, planetlərin sonsuz sayda olması səbəbindən, kainatda həddən artıq böyük olmasına görə, səmada görünən işıqların çox olmasına görə, yəni belə deyək də, A deyil, B demədi, C yoxdur, mətni diqqətlə oxusuq, bunları görürük. Səmada görünən işıqların çox olmasına görə yox, inandırıcı sübutların olmaması səbəbindən uçan boşqabların mövcud olması qəbul edilmir. Mətndə çoxsaylı ulduzlardan ibarət boşluq deməli nə var burada? İbarət boşluq dedikdə nə nəzərdə tutulur? Çoxsaylı ulduzlardan ibarət boşluq dedikdə bizi nəzərdə tutacaq qalaktikanı. Mətndə kursivlə yazılmış hansı ifadə ilə altından xətt çəkilmiş ifadənin mənasını müəyyənləşdirmək olar? Kursivlə yazılmış hissə. Deməli, kursivlə yazılmış hissə buradaydı. Naməlum planetlərimizdən gələn ağıllı varlıqlar nə istəyir bizdən? Kursivlə yazılmış hansı ifadə ilə altından xətt çəkilmiş ifadə? Altından xətt çəkilmiş ifadə yad planetlərdir. Düzdürmü? Bu hissədə. Yad planetlər. Düzdür, bu hissə. Altından xətt çəkilmiş hissə kursivlə yazılmış. Burada da kursivlə yazılmış 1 var. Sonra neçə var? 1 var. Alimlər var. Kainat var. Sonra nə var? Kosmik gəmi var. Boşqab var. Deməli, yad planetli deyəndə biz nəyi burada fikri götürəcəyik? Birdə nə var idi? Üzərində də yazılıb. Birdə deməli. Birdə burada. Hə. Ağıllı varlıqlar. Bu var ha. Deməli, bunu ağıllı varlıq, yad planetlilər uyğundur. Ona görə nəyi yazacağıq burada? Variant olaraq D-ni götürəcəyik. D variantın. 28. 27-də də galaktika dedikdə. Mətnin giriş hissəsi ilə mətnin deməli hər tərkib hissəsinə uyğun yarımbaşlıqlar yazın. Baxaq görək tərkib hissədə nə var idi? Deməli ulduz sayrışan, hə. Məsələn, bura nə yazmaq olar? Gecələr sayrışan. Bir giriş hissə yazmaq olar. Gecələr sayrışan ulduzlar. Əsas hissəyə nə yazmaq olar? Əsas hissəyə yad planetlər haqqında müxtəlif fikirlərin olması. Bunu yazmaq olar.
Sonra nəticə hissiyyə ilə bağlı isə gələcəkdə yad planetlərin necə olması barədə fikirlər. Nəticəyə də bunu qeyd etmək olar. Dediyim kimi, girişə yazmaq olar ki, gecələr sayrışan ulduzlar, bu kimi fikirlər. Sonra bununla bağlı fikir yazmaq olar da, həmin o söz və yaxud girişdən bir nümunə götürüb yazmaq olar. Əsas hissəyə yaza bilərik ki, yad planetlər haqqında alimlərin fikirləri, nəticə hissəyə bağlı gələcəkdə yad planetlərin necə olması sualı, bu kimi fikirlər yazmaq olar. Mətnə görə yer planeti hansı qalaktikaya aiddir? Bu o da burada var idi. Əksər alimlər düşünürlər ki, yad planetlərin mövcudluğu mümkündür. Çünki kainat çox böyükdür. Biz süd yolu qalaktikada yaşayırıq. Baba bunu. Deməli, nə yazmaq olardı? Süd yolu qalaktikada yaşayırıq. Bunu yazmaq olardı. Onu da hara yazmaq olardı? Deməli, 30-cu sualı. Mətnə görə yer planeti hansı qalaktikaya aiddir? Süd yolu haqqında burada verib süd yolu adlı qalaktikada yaşayırıq o. Deməli, doğru cavab da 30-u da demiş olduq. Ümumiyyətlə 30 sualların izahı bu qədər.